Son günlər havaların qeyri-sabit keçməsi üzüm yarpağı yığımına ciddi təsir göstərib. Fermerlər havalar belə davam edərsə məhsul itkisi ilə üz-üzə qalacaqlarından narahatdılar. Salyanlı fermerlər ötən il məhsuldar üzüm yarpağı tədarük ediblər. Amma bu il yaz fəslində intensiv yağan yağışlar və havaların soyuq küləkli keçməsi onların işinə ciddi təsir edib. Belə ki, yağıntılı havalar üzüm yarpaqlarında müxtəlif xəstəliklər yaradıb. Havanın yağış keçməyi təsir edir. Xəstəlik gətirir yarpağa da, üzümün özünə də. Görürsən, bax, ağ deyirəm, şor kimi gətirir, küfləmə gətirir. Xəstəlikdir də o. Yağış yağdı, biz onun içinə girə bilmirik. Fermerlərin digər üzləşdiyi problem isə yağışlı havalarda xəstəlik görən üzüm yarpaqlarına sonradan dərman preparatları verilməsi olub. Keçən illəri bu illər nisbətən yaxşı idi. Bu illər havanın qeyri-sabit keçməyi, yağışlı olmağı məhsuldarlığı sıfıra yendirib. Xəstəliklər bir yandan olur, məhsuldarlıq zəif olur. Məhsulu saxlamaq üçün, keyfiyyətli yetişdirmək üçün bahalı dərmanlardan istifadə etməlisən. O da məhsulun keyfiyyətini dəyişir, genin dəyişir. Ekspert Səmil Şahlaroğlu bildirir ki, fermerləri qiymət artımı narahat edir. Nəticədə alıcı səviyyəsi ürəkaçan olmur. Hazırda mövsümü üzüm yarpağının yığılması prosesi gedir ki, ötən il hər hektardan 100-150 kiloqram üzüm yarpağı yığılırdısa gün ərzində bu gün 40-45 kiloqrama düşüb. Bu da həmçinin üzümün yarpağının satışında da qiymətlərin artmasına səbəb olub. Hazırda üzüm yarpağının 1 kiloqramı 2 manat 50 qəpik 4 manat arasında satılır. Ötən il isə bu rəqəm 1 manat civarında olub. Qeyd edək ki, Salyanda hazırda 1126 hektar üzüm bağları var. Onlardan 18 hektarı yeni salınan bağlardır. Üzüm bağları əsasən Salyanın Yenikənd, Qarabağlı və Kürsəngi kəndlərində salınıb. Əyyub Məmmədov, Kürçaylı Məmmədov, Salyan.